Halkımız kitap okuyan halk değil. Вот, видите, вот и раньше макулатуру сдавали, очередь какая была, и все читали, все, а сейчас 50% aşağıdır. никто книгами даже не интересуется. O vaxt təxminən bir 20-25 ədəd kitab satırdıqsa, Gənc nəsil demək olar ki, az mütaliə edir. indi 8-10 ədəd, 6 ədəd belə. Kitab oxuyanların az olmasının səbəbi odur ki, bizim mütaliə mədəniyyətimiz aşağıdır. Kitaba yox, maraq ölməyib. Maraq var kitaba. Sovet dövründə oxucuların zövqü korlanır. Kitab ticarət şəbəkəsinin olmamağı. Bu indiki vəziyyətin mahiyyəti ondan ibarətdir ki, burada kitablar az çıxsın, qəzetlər oxunmasın, yayılmasın. Sadəcə olaraq ola bilər ki, maddi imkanlarına bağlı ola bilər. Nə institut səviyyəsində, nə orta məktəb səviyyəsində çox az mütaliə edir. Книги, если честно, то я вообще не читаю. Mən universitetə girəndən sonra başlamışam daha çox oxumağa. Ну, я не все книги предпочитаю, но в основном я люблю книги, тематика которых относится к фэнтези. Orta məktəbdə də oxuyurdum, amma müəllimlərin təkliyi. 3-4 книги. Это так. Belə maraqlı kitab yoxdur oxumağa. Из-за интернета. Внимание! Обнаружен вирус. Появился интернет и телевидение, все прочее. Отвлекает людей от книг. Bunlar уже gənclər arasında oxucu marağını biraz azaldı. Это и есть основной причиной, я думаю. Кроме этого, других причин нет.